Salam uşaqlar. Bu günləri deməli biz baxırıq. Saat ingilis dilində saatlar necə deyə bilərik onun izahına. Əgər yarım saatdırsa, o zaman bu düsturdan istifadə edirik. It is half past plus saatımızı istifadə edirik. Məsələn, bir dənə nümunə yazaq. 06:30, yəni 7-nin yarısı. Yarım saatı bildirir. Yarı saatlarda biz deməli başlayırıq cümləmizi it is'lə. İtizlə niyə başlayırıq? Çünki ingilis dilində şəxssiz cümlələr it əvəzliyi ilə başlayır. It is, daha sonra nə qeyd edib? Half past. Half yarı deməkdir, past keçib deməkdir. It is half past, daha sonra isə saatımızı qeyd edirik. Saat nədir? 6. 6 nədir ingilis dilində? 6. It is half past 6. Saat 7-nin yarısı, yəni 6-dan yarı keçib anlamına gəlir. Keçmiş dəqiqələrə baxsaq, düsturumuz belə olacaq. Yenə it is'lə başlayırıq, sonra dəqiqəmizi qeyd edirik, daha sonra past, sonra isə saatımızı. Məsələn, yazsaq 06 12 7 12 dəqiqə işləyib. Gəlin bunu çevirək. It is 12 nədir ingilis dilində? Dəqiqəmizi verdik. 12 12 dəqiqədə minute deməkdir ingilis dilində. Sonunda da cəmləyirik. It is 12 minutes. Daha sonra past. Sonra ise saatimizi koyuyoruz. Saatimiz nerede? 6. It is 12 minutes past 6. Yani 7, 6'dan 12 dəqiqə keçib deyir ingilisində. Biz deyirik 7'ye 12 dəqiqə işləyib. Yəni bizdə biraz fərqli olur ingilislərdən. Sadəcə siz düsturu yadınızda saxlayın, o şəkildə gedin. Bir dənə bizim istisnamız var. Burada 15 yazmışıq. 15 rəqəmini 15 deyə qeyd etmirik. 15'i a quarter deyə qeyd edəsirik. Eğer 15 dəqiqə işləyibsə, it is a quarter minutes past 6. Bu şəkildə gedəcək. Sadəcə 15 rəqəmindən istifadə etmirik. Qalmış dəqiqələrə baxaq. Qalmış dəqiqələrdə də yenə düsturumuz eyni şəkildədir. It is, daha sonra dəqiqə, bir dənə istisnamız var ki, artıq to istifadə edirik, sonra da qalan saatımızı istifadə edirik. İşləmişlərdə gördüyümüz üçün past və əvvəlki saatı istifadə edirik. To'lar qalmışlarda isə to və qalan saatımızı istifadə edirik. Məsələn, yazaq. 06 55. Nə deməkdir? 7'ye 5 dəqiqə qalıb. Yenə it is'lə başlayırıq cümləmizi. Daha sonra dəqiqəmiz nədir? 5 dəqiqə qalıb. 5 minutes. 5 minutes. Sonra to. Sonra da qalan saat. Nəyə qalıb? 7'ye qalıb. 7 nədir? 7. It is 5 minutes to 7. 7'ye 5 dəqiqə qalıb. Artıq burada to istifadə etdik və 6'nı istifadə etmədik. 7'ni. Bizim dildəki kim oldu? 7'ye qalıb 5 dəqiqə. Bir də 15'lərdə yenə də biz bura 15 yazmışıq. A quarter yazacaq. 15'in yeri, 15 yerinə a quarter istifadə edirik. Onda necə olur? It is a quarter minutes to 7. 7'ye 15 dəqiqə qalıb. Sadəcə olaraq istisna olaraq onu nəzərdə saxlayın. 15 dəqiqə işləyəndə a quarter past, 15 dəqiqə qalanda a quarter to istifadə edirik. Tam saatlarda isə yenə it is saatımızın özünü və o'clock sözünü istifadə edirik. Məsələn, desək ki 06:00 saat 6'dır. It is 6 nədir? Saatimizi koyuyoruz. 6. Saatimiz neçədir? 6. Daha sonra da o'clock sözümüzü koyuyoruz. It is 6 o'clock. Saat 6'dır. İzahımız bu kadar.